Davam edək. Deməli, keçdik indi aşağı ətrafa. Aşağı ətrafdan danışım. Deməli, aşağı ətrafın biri var sərbəst səsi, bir də var qurşaq səsi. Və eyni zamanda burada da həmin məsələdir ki, aşağı ətrafın biri var, deməli, aşağı ətraf, yəni sağ aşağı ətraf var, bir də sol aşağı ətraf var. Biz ümumiyyətlə aşağı ətrafın sərbəstindən danışanda burada bir dənə budu nəzərdə alırıq. Bir bud. Yəni sərbəstdən danışıram. Tutaq ki, mən sağ tərəfimin sərbəstindən danışıram, düzdür? Mənim burada bir dənə bud sümüyüm var. Baxın, bir dəqiqə yaxşı çəkim bunu. Deməli, bir dənə bud sümüyüm mövcuddur. Bir bud sümüyüm var. Daha sonra digər tərəfdə də, yəni sol tərəfimin sərbəst hissəsində də bir bud sümüyünü görə bilərəm. Hər iki tərəfdə belədir, yəni. Daha sonra düşürəm aşağı. Aşağı hissədə isə mən 2 dənə baldır sümüyü görəcəm. Biz keçən dərs bunlara ad verməmişdik, amma bu dərs bunlara ad verəcəyik və bu sümüklərin adları nələrdir? Deməli, bunlar bu göstərdiyim öndə gələn, daha belə iri olan adlanır qamış sümüyü. Amma arxada olan, daha incə olan, daha belə çox incə və nazik formada olan adlanır sizin incik sümüyünüz. Öndə olan qamış, arxada olan isə incik sümüyünüzdür. Baxın, daha incədir, belə çox nazik və incədir. Amma öndə olan qamışdır, daha belə böyükdür. Daha sonra yəni bizim tutaq ki, sağ ətrafdan danışaq da, hələ ki, sağ ətrafımızın sərbəst hissəsində, aşağı ətrafın sərbəst hissəsində bir bud var, 2 baldır var. O 2 baldırın biri oldu qamış, biri oldu, deməli, inci sümüyü. Sonra, baxın, diz qapağı sümüyünüz var. Baxın, bu hissədə görürsünüz, yəni ki, diz qapağı sümüyü. Digərində də mövcuddur, diz qapağı sümüyü mövcuddur. Və eyni zamanda düşək aşağı doğru bizim ayaq pəncəsi hissəmizə, baxın bura. Burada nə var? Sizin ayaq daraq arxanız mövcuddur. Ayaq daraq arxanız. Yəni, baxın bu hissə. Bu hissə ayaq daraq arxası mövcuddur. Ayaq daraq arxasında 7 dənə sümük olur. Yəni, bir ayaq daraq arxasında 7 sümük olur. Bir saya da bilərik. 1, 2, 3, 4, 5, 6 və 7. 7 dənə sümük olmuş olacaq. Daha sonra baxıram ayaq darağı sümüklərinə. Ayaq darağı sümükləri isə deməli nə qədərdir? 5 dənədir. Burada heç bir fərq yoxdur. 5 dənədir. 1, sonra 2, sonra 3, 4 və 5. Və sizin falanqalarınız var. Falanqalarınız da eyni vəziyyətdir. Sizin baş barmağınızda burada baxsaz 2 dənə falanqa var, amma qalan barmaqlarınızda isə 3 falanqa var. Gəlin göstərim. Baxın. 1, 2. 2 dənə falanqanız baş barmağınızdadır. 1, 2, burada da 3. Sonra 1, 2, burada da 3. 1, 2, burada da 3. Daha sonra 1, 2, burada da 3. Yəni, baş barmağınız istisna, qalanlarında 4 dənə falanqa var. Baş barmağınız istisnadsa, qalan 4 dənə barmağınızda, yəni bir ayaqda 5 barmaq olur da, baş barmaq istisna, 4 dənə barmaqda 3 dənə falanqa varsa, 4 vur 3, 12. Baş barmağınızda da 2 dənə falanqa oldu, 14 falanqa. Sizin ayaq darağınızda da 5 dənə deməli sümük oldu, amma ayaq daraq arxasında isə, yəni bu hissədə isə əldən, yəni yuxarı ətrafın sərbəst hissəsində olan o belə deyim, əl daraq arxasında isə 8 dənə sümükdür. Amma burada isə ayaq daraq arxasında isə 7 dənə sümük olmuş olacaq. Digər tərəfinizdə də eyni şəkildədir. Yəni burada da bir fərq yoxdur, eyni formadır. Və gəlin indi sayaq görək ki, bizim bir aşağı ətrafın, sağ və ya sol aşağı ətrafın sərbəst hissəsində neçə sümük var? Deməli, bizim bu ayağımızda nə qədər sümük var? Burada dedik ki, bu aşağıda 14 dənə falanqa.
Düzdürmü? 14 falanqa. Yəni burada bu hissədə 14 dənə falanqa var. Daha sonra üzərinə gəlirəm buradakı 5 dənə ayaq darağı sümüyünü 19, buradakı 7 dənə sümüyü 26, sonra qalxıram yuxarı doğru. Burada 2 dənə mənim deməli baldır sümüklərim, öndə gələn daha belə iri olan, daha belə böyük görsənən qamışdır. Arxada daha nazik və incə, yəni sanki bir toxunsan qırılacaq da inciyər. Yəni toxunsan inciyər sanki. İnci sümüyünüz mövcuddur. 2 dənə burada sizin baldır sümüyünüz var. 26 plus 2 28. Daha sonra sizin bir dənə burada diz qapağı sümüyünüz var 29 və sizin bir dənə də burada yuxarıda bud sümüyünüz mövcuddur, hansı ki o da 30 eləmiş olacaq. Deməli, nə qənaətə gəlirik? Fərqi yoxdur. İstər yuxarı ətrafın sağ və ya sol ətrafın sərbəst olsun, aşağı ətrafın sağ və ya sol ətrafın sərbəst olsun, sizin 30 dənə sümüyünüz olmuş olacaq sərbəst hissədə. Və yəni sol tərəfdə də bu şəkildədir. Eyni şeydir, dəyişilmə yoxdur. Gəlin qurşağı danışaq, sonra sümük birləşmələrindən danışarıq. Qurşaq hissədə isə bizim çanaq sümüklərimiz var. Nələrimiz var? Çanaq sümüklərimiz var. Bir dənə çanaq sümüyü, yəni aşağı ətrafın qurşağında sadəcə 2 dənə çanaq var. Onun artıq bir şey yoxdur. Baxın, nə dedim? Aşağı ətrafın qurşaq hissəsində 2 dənə çanaq var. Demədim ki, aşağı ətrafın sağ qurşağında 2 dənə çanaq var. Xeyr, dedim qurşaq hissəsində. Qurşaq deyirəmsə cütdür. Sağ ətrafın qurşağı desəydim, 2 dənə çanaq desəydim, siz dərhal mənim sözümü kəsməliydiniz ki, yəni belə şey mövcud deyil də, yəni bir dənə çanaq olmuş olardı. İndi keçdim. Deməli, bir dənə çanaq sümüyü gedib nə ilə birləşir? Bir dənə çanaq sümüyü. Gəlib arxadan, gəlin arxadan gedək. Arxadan gəlib nə ilə birləşir? Oma nə ilə? Sümüyü ilə. Oma sümüyü ilə. Baxın, oma sümüyü. Biz keçən dərs oma şöbəsi haqqında ətraflıca danışdıq. Fəqərələrdən danışdıq. Bu fəqərələr nə edirdi? Onlardan danışdıq. Dedik ki, mənim oma şöbəmdə 5 dənə nəyim var idi? Fəqərəm var idi. Düzdürmü? Baxın, sayıram, yenə də sayıram. 5 dənə fəqərəm var idi. Olsun 1, olsun 2, olsun 3, olsun 4 və 5. Bu 5 fəqərədən bu birinci və ikinci fəqərə gəlib çanaq sümüyü ilə birləşirdi. Mənə desəz ki, əgər 1 və 2-ci fəqərə gəlib deməli oma sümüyü ilə birləşirsə, mən niyə deyə bilmərəm ki, fəqərələr gəlib oma sümüyü ilə birləşir? Axı fəqərələr birləşmir, 1 və 2-ci fəqərələr birləşir də, 1 və 2-ci oma fəqərəsi birləşir. Və mən də bilirəm ki, oma fəqərələr bu 5 dənə oma fəqərəsi birləşib oma sümüyünü əmələ gətirirdi. Ona görə də bu 1 və 2-ci oma fəqərəsi hesabına deyə bilərəm ki, oma şöbəsi gəlib həmin bu mənim çanağıma birləşmiş olacaq. Çanağım gəlib arxadan nə ilə birləşir? Oma sümüyü ilə birləşir. Arxadan oma sümüyü ilə. Bir dənə çanağım. Aşağıdan nə ilə birləşir? Düşürəm aşağı doğru. Aşağıdan isə gəlib deməli mənim bud sümüyü ilə birləşir. Eyni zamanda görürük ki, burada nə var? Burada bizdə oynaq var, oynaq. Baxın, oynaq başını görürsünüz. Oynaq başı mənim budumda. Oynaq çuxur isə mənim çanağımda olmuş olacaq, çanağımda. Çünki və bir də bu arada siz də burada yəni oma daha doğrusu çanaq sümüyü gedib buda hərəkətli birləşər, yoxsa bud gəlib çanağa hərəkətli birləşər? Təbii ki də bud gəlib çanağa hərəkətli birləşəcək. Çünki oynaq başı kimdədir? Mənim budumdadır. Oynaq çuxuru hardadır? Mənim çanağımdadır. Biz də demişdik ki, oynaq başı kimdədirsə, o hərəkətli birləşmə yaradır. Mən buradan budumu kəsirəm. Budumu kəsəndən sonra baxın sizə oynaq çuxurunu göstərə bilərəm. Bu sənin oynaq çuxurundur. Oynaq çuxuru çanaqdadır. Sonra eyni zamanda biz deyirik ki, bu çanaq ön tərəfdən də gəlib nəyə birləşir? Digər çanağa birləşir və necə birləşir? Hərəkətsiz birləşir. Baxın, hərəkətsiz birləşir. İndi mən deyirəm, bir dənə çanaq sümüyünüz neçə sümüyü ilə birləşdi? 3 sümüyü ilə. Öndən, baxın bura öndür ha, öndür. Ön tərəfdən gəlib digər çanağınızla, arxa tərəfdən gedib deməli sizin oma sümüyünüzlə birləşir, oma şöbəsindən birləşir. Aşağıdan da gedib nəyinizlə, budunuzla birləşmiş olacaq. İndi burada bir dənə məsələ var.
Sizin çanaq sümüyünüz nə iləsə hərəkətli birləşmə yaradarmı? Yox, yaratmayacaq. Nəyə görə? Ümumiyyətlə, olma şöbəsi ilə hərəkətsiz birləşir. Bu aydın məsələdir. Sonra gedib növbəti çanaqla da hərəkətsiz birləşir. Biz ümumiyyətlə demişdik ki, bayaqlarda dedik ki, qurşaq hissələr hərəkətsiz birləşmə əmələ gətirir. Amma sərbəst hissələr hərəkətli birləşmə. Bütün qurşaqlar sərbəst, bütün qurşaqlar hərəkətsiz birləşmə yaradır. Mənim çanağım da aşağı ətrafın qurşağıdır. Amma bütün sərbəst hissələr isə hərəkətli birləşmə əmələ gətirirdi. Yəni mənim çanağım qurşaq hissəmdir. Qurşaq hissəsi olduğu üçün gedib budla, eyni zamanda oynaq çuxuruna sahib olduğu üçün gedib budla hərəkətli birləşmə yaratmır, hərəkətsiz yaradır. Amma mənim budum həm sərbəst hissə olduğu üçün, həm də ki, oynaq başına sahib olduğu üçün gedib necə birləşmə əmələ gətirəcək, hərəkətli birləşmə yaradacaq. Hətta mən sizə bunun oynaq başını aydın da göstərim. Kəsək buradan çanağı. Baxın, oynaq başı. Gördünüz? Oynaq başıdır bu. Daha sonra davam eləyək. Deməli, sizin bir çanağınız aşağıdan budunuzla, arxadan olma şöbəsi və ya olma sümüyü, bu tərəfdən isə digər çanaqla birləşdi. Gəlirəm, növbəti çanağınızda hansı sümüklə birləşəcək? Ön tərəfdən digər çanağınızla birləşir, aşağıdan budunuzla birləşir, arxadan da gəlib olma şöbəsi və ya olma sümüyü ilə birləşmə əmələ gətirəcək. Bir çanağınız aşağı ətrafın, sağ aşağı ətrafın qurşaq hissəsi neçə sümük ilə birləşdi? 3. Dedik bu sağ-sol hissəni. Bəs mən desəm ki, aşağı ətrafın qurşağı neçə sümük ilə birləşir? Aşağı ətrafın qurşağı deyəndə siz artıq burada 2 çanağa bir yerdə baxmalısınız. 2 dənə çanağa bir yerdə baxmalısınız. Hamısını bir yerdə nəzərə almalısınız. Bu 2 dənə çanaq arxadan gəlib bu gəlin öndəkini deyim, sonra arxanı deyirəm. Öndən gələcək bu budlara birləşəcək. 2 bud buradan. Bir də arxadan gəlib nəyə birləşəcək? Arxadan gələcək sizin, deməli, olma sümüyünüzə birləşmiş olacaq bu hissə. Nəticədə sizin qurşaq hissəniz aşağı ətrafın qurşağı 3 sümüklə birləşir. 2 bud oldu. 1 bud burada, ikinci bud burada. Bir də sizin olma sümüyünüz. Bu hissə ilə bağlı isə sualınız var. Xeyr, mən. Tamam. Onda davam eləyək. Deməli, qurşaq hissə getdi. Sərbəst hissəni deməmişəm mən. Tamam. Sərbəst hissənin birləşməsində deyim. Budunuz nə ilə birləşir? Deməli, burada çox maraqlı bir hissə var. Deməli, bud hissəniz bayaqlarda göstərdiyimiz kimi gedib yuxarıdan çanaqla birləşir. Bir buddan danışıram amma hələ ki mən. Bir dənə bud gedib yuxarıdan bir çanaqla birləşir. Daha sonra düşək aşağı doğru. Aşağını göstərək. Aşağıdan gələcək nəyə? Baxın, burada sizin aşağınızda yəni bu aşağıda baldır sümükləri idi də. Amma baldır sümüklərindən hansına birləşmiş olacaq? Ancaq qamışa. Baxın, demişdik belə incə olan, sanki toxunsan ağlayar, incəyər, küsər. O olur sizin inci sümüyünüz. Baxın, bu sizin inci sümüyünüzdür. Amma bu böyük qalın olan isə sizin qamış sümüyünüzdür. Və sizin həmin bu budunuz ancaq qamışla birləşmə əmələ gətirir. Bu inciyə gəlib birləşmir. Sanki birləşsə incəyərdə, yəni heç nə eləmək olmaz. Bu incə sümüyü ümumiyyətlə ağlayar, küsər, toxunmaq olmaz ona. Vəssalam, heç toxunmuruq. Dəysək ağlayacaq, qırılacaq, küsəcək bizdən. Ona görə də toxunmuruq. Gəlib ondan birləşmə əmələ gətirmir. Bir də nə ilə birləşəcək? Bir də gəlib diz qapağı ilə birləşəcək. Həmin bu bud sümüyünüz gəlib eyni zamanda diz qapağı ilə birləşir. Yaxşı, bir bud sümüyünüz nə ilə birləşir? Yuxarıdan çanaqla, buradan sizin deməli diz qapağınızla, bir də gəlib qamış sümüyü ilə birləşəcək. Yuxarıdan isə nə ilə birləşdi? Yuxarıdan da çanaqla birləşmə əmələ gətirdi. Yəni bir bud sümüyünüz 3 sümüklə birləşmə əmələ gətirir. Bir çanaq, bir diz qapağı, bir qamış sümüyü. Daha sonra mən desəm ki, bəs əslində ora belə önəmi yoxdur, oranı deməyə ehtiyac yoxdur. Elə bir sual verməzlər bizə. Yaxşı. Mən düşürəm aşağı doğru. Sizin bu baldır sümükləriniz hansı sümüklərlə birləşmə əmələ gətirir? Bax, eynən yuxarı ətrafdakı kimi heç kim sizə gəlib deyə bilməz ki, sizin bu aşağı ətrafın deməli bu, yəni baldır sümükləriniz neçə sümüklə birləşmə əmələ gətirir. Heç kim sizə gəlib bunu deyə bilməz. Çünki sizə bu aşağıdan gəlib ayaq daraq ətrafına birləşir, amma ayaq daraq ətrafı sümüklərinin hamısına birləşmir. Onu da tibb universitetində öyrənəcəksiniz. Bir sözlə, bu sizin deməli
baldır sümükləriniz. Amma baldır sümüyündən qamış, ancaq qamış yuxarıdan gəlib, deməli sizin budunuza birləşir. Aşağıdan isə, aşağıya gəlin baxaq. Aşağıdan isə ayaq daraq ətrafına birləşmiş olacaq. Ayaq daraq ətrafı sümüklərinə birləşəcək. Yəni aşağıdan incik, qamış ikisi də gəlib ayaq daraq ətrafına birləşir deyə artıq burada aşağıdan hər ikisi gəlib ayaq daraq ətrafına birləşir. Yuxarıdan isə ancaq deməli sizin qamış sümüyünüz bud sümüyünə birləşəcək. Nəticədə baldır sümüklərinin ikisi olaraq elə bir şöbə olaraq deyirik də biz ona. Qamış sümüyü hesabına yuxarıdan gedir buda birləşir, aşağıdan da deməli ayaq daraq ətrafı sümüklərinə birləşmiş olacaq. Yaxşı, bəs ayaq daraq ətrafı nəyə birləşir? Ayaq daraq ətrafı gəlib ayaq daraq sümüklərinə birləşəcək. Elə bir ki, sizin bu hissəniz gəlib ayaq darağı sümüklərinə birləşəcək, yəni bunlara birləşəcək. Bir də sizin deməli hansı sümüklərinizə birləşəcək? Baldır sümüklərinizə, qamış və incəyə birləşmiş olacaq. Daha sonra sizin ayaq darağı sümük... Müəllimə, Bəli. bəs baldır sümüklərinin birləşmələrini dedikdə diz sümüyünü nəzərə almırıq? Diz sümüyü yuxarıda qalıb axı. Yəni burada diz sümüyü yoxdur axı. Diz sümüyü ilə birləşmə əmələ gətirən buddur. Bildim, sağ ol. Buyurun. Deməli, keçək indi ayaq darağı hissəsinə, aşağı doğru gəlsin. Tamam. İndi burada baxırıq. Ayaq darağı sümükləriniz isə sizin hansı hissənizdə göstərim. Baxın, bu hissənizdir. Ayaq darağı sümükləri də gedib arxadan ayaq darağı arxası sümüklərlə birləşəcək. Öndən isə gəlib falanqalarınıza birləşmiş olacaq. Yenə deyirəm, heç kim sizdən soruşmayacaq ki, ayaq darağı sümükləri neçə ayaq darağı arxasından birləşər, neçə falanqa ilə birləşər. Heç kim gəlib sizdən bir şey soruşa bilməz. Buradakı ayaq darağı arxası sümüklərinin ayrı-ayrı adları var. Yəni ayrı-ayrı sümüklərdir bunlar. Daha sonra falanqalarınıza baxaq. Bayaqları falanqaların hansıları nələrlə birləşmə əmələ gətirir? Eynən əlləş kimi dedik onları. Baş barmağınızda 2 dənə falanqa var idi. Bu falanqa gəlib arxadan ayaq darağı arxasına birləşir. Öndən isə gəlir deməli sizin barmaq falanqanıza birləşir. Qalanlarında da eynən baş barmaqda, daha doğrusu eynən yuxarı ətrafda olandakı kimidir. Yəni baxın, buradakı məsələn bu falanqa gəlib arxadan ayaq darağı arasına, öndən isə sizin deməli barmaq falanqanıza birləşmiş olacaq. Amma buradakı olan falanqanız bu ikinci məsələm üçün sırf baş barmaq hissəsinə qalanlarında 4 dənədir. O 4 dənə falanqadan ortada gələni özündən əvvəldə də, özündən öndə də barmaq falanqasını yerləşdiyi üçün gəlib barmaq falanqalarına birləşir. Qalanlar da belədir, amma istisna nələr var burada? Yadda saxlayırıq ki, bizim axırıncı falanqalarımız, burada biraz pis göstərdim, bircə dəqiqə, axırıncı falanqalarımız. Onlar hansılardır? Baxın, bu mənim axırıncı falanqamdır, bu mənim axırıncı falanqamdır, bu mənim axırıncı falanqamdır, bu axırıncıdır, bu da axırıncıdır. Bir dənə sümüklə birləşir. Hansı sümüklə? Özündən əvvəldə olanla. Axı, özündən sonra heç nə yoxdur, boşluqdur da, nə ilə birləşsin? Məcburdur ki, özündən əvvəldə olanla birləşsin. Yəni, ümumilikdə mənim ətraflarımda gördüm ki, digər ayağımda da eynən bu şəkildədir. Yəni, digər ayağımda da eynən bu şəkildədir. Yadda saxladım ki, bir ətrafımda, bir ayağımda deməli 5 dənə barmağım var və hər birinin axırıncı falanqası, barmaq falanqası bir dənə sümüklə birləşir. Mənim də yuxarı ətrafımda da belə idi deyə, ümumi 4 dənə ətrafımda 5 dənə falanqa bir dənə sümüklə birləşmə əmələ gətirir. 4-ü vurdum 5-ə 20 sümük gəlib bir dənə deməli ətraflarda 20 sümük gəlib bir dənə falanqa ilə birləşmə əmələ gətirəcək. Ümumi bədəndə necə olur? Yəni onu mən sizə deyərəm indi, onu da başa salaram. Amma bir dənə hissəni deyim, ondan sonra onu da başa salım. Deməli, mənim aşağı ətrafımın məsələn, sərbəst hissəsi, birinci sərbəst hissədən gedək. Aşağı ətrafımın sərbəsti deyəndə, baxın, buradan başlayıram. Adlarına deyə-deyə gedək. Aşağı ətrafım sərbəstdir. Bud, daha sonra baldır, sümüklərim, qamış, inciyim. Bir də bu ayaq pəncəsi. Neynədir? Gəldi bir dənə çanaq sümüyünə birləşdi. Çanaq sümüyünə. Yəni, bir dənə, məsələn, sağ ətrafımın və ya sol ətrafımın sərbəst hissəsi bir sümüyünə birləşir, o da çanaq sümüyüdür. Amma mənə desək ki, aşağı, məsələn, sol aşağı ətrafım nə ilə birləşmə əmələ gətirir? Sol aşağı ətrafım.
Baxıram, sol aşağı ətrafım budur, budur. Bütöv götürürəm. Bütöv götürürəm. Burada mübahisəli məsələ var. Mübahisəli məsələ var. Bəzi hissələr deyir ki, sol aşağı ətrafım gəlir həm burdan elə bir ki mənim oma sümümə birləşir. Həm də ki bu sol aşağı ətrafda, yəni bu çanaq var burada. Bu çanağımın digər hissəsi də baxın elə bir bütöv götürdüm yenə mən bunu. Bütöv. Gəlir bu biri çanaqla da birləşir. Əslində bəzi müəllimlər deyir ki, 2 dənə sümüklə birləşir, amma din ikisini də götürür əslində. Yəni ikisini nəzərə alırsan, onun ikisini də yazsan düz götürəcək. Yəni bu mübahisəli bir məsələdir. Nəyə görə hər ikisini də götürür? Elə bir ki deyir ki, bu digər çanaq da elə bir ki qurşaq hissəyə, ətraf hissəyə aiddir. Yəni onu nəzərə alıb nəzərə alma fərqi yoxdur. Əslində bu belə olmamalıdır. Əslində nəzərə almalıdır. Yəni nə dəxlisi var ki? Əslində 2 dənə sümüklə götürsəniz yenə doğru olar. Aynur müəllimə demişdi ki, Aynur müəlliməyə görə 2 dənə sümüklə birləşməsi daha məntiqlidir də. Yəni nə fərq var ki, digər çanaq bu aşağı ətrafa aid oldu, olmadı, nə dəxlisi var? Yəni sümükdür də, zətə burada var da, yəni ona görə də Aynur müəllimə özünün fikrinə görə ikisi də götürülməlidir. Onu şəxsən nəsə dimdə verəcək, orada onu baxacaqlar falan, belə bir şey demişdi. O bizə daha ətraflı deyəndə biz onu daha ətraflı götürərik. Yəni amma indi ikisini də deyə bilərsiniz. Ya deyəcəksiniz ki, bu aşağı ətraf, bu aşağı ətraf. Yəni sizdən sual verəndə belə deyin. Deyin ki, mənə 2 seçim arasında qoyublar, mən də belə demək məcburiyyətindəyəm. Yəni burada aşağı ətrafın məsələn sağ aşağı ətraf gəlib arxadan oma sümüyünə birləşir desəz də doğrudur. Həm oma sümüyünə, arxadan oma sümüyünə, öndən isə digər çanağa birləşir deməyiniz də doğrudur, yəni. Hər ikisi də doğrudur. Digər aşağı ətrafınız da, sol aşağı ətrafınız da eyni formada olmuş olacaq. Buradan nəsə sualınız var? Xeyr. Aha. Deməli sizə bir dənə bir şey də demək istəyirəm mən. Nəyi demək istirdim? Deməli biz ümumiyyətlə dedik ki, bizim falanqaları bayaqları saydıq. Məsələn, mənim sağ əlimdə 5 dənə falanqam var ki, ən sonuncular. Onlar bir dənə sümüklə birləşir. Mənim 4 dənə ətrafım var və hər ətrafında 5 dənə barmağım var da. Hər birində də ən sonuncu falanqalarım olmuş olacaq əlbəttə. 5-i vurdum 4-ü, ümumi ətrafımda 20 dənə falanqa gəlib, 20 dənə sümük və ya falanqa, yəni fərq yoxdur da, sümük gəlib tək sümüklə birləşəcək. Amma mən ümumi bədənimdə necədir? Gövdəmdəkiləri nəzərə alsaq, axırıncı büzdüm. Baxın, ən axırıncı buradakı büzdüm. Buradakı axırıncı büzdüm sümüyü özündən əvvəlki büzdüm sümüyü ilə birləşməyə gətirmiş olacaq. Deməli, oldu 21. Eyni zamanda mənim burada 11 və 12-ci cüt qabırğalarım, baxın, sərbəstlə arxadan göstərsək, yəni gördünüz də öndən birləşmir, gəlib döş sümüyünə birləşmir. Mən bunu keçən dəfə məncə yaxşı formada izah eləmişdim və oradan baxa bilərsiniz ona. Gəlib ön tərəfdən döş sümüyünə birləşmir. Düzdürmü? Bir deyim, göstərim. Aha. Yəni buradan gəlib bu buna birləşmir və ya buradakı cütü gəlib buna birləşmir. 12-ci cütlər gəlib, yəni o döş sümüyünə birləşmir. Arxadan baxsaq, arxadan gəlib fəqərələrə birləşir, döş fəqərələrinə. Bu 11-ci cütün biri gəlib, bu qələm niyə belə eləyir? Aha, 11-ci cütün biri gəlib, deməli 11-ci döş fəqərənizə birləşəcək. Digər cütünüz də buradadır, gəlib birləşir buna. 12-ci qabırğanızın cütün biri də gəlib 12-ci döş fəqərənizə, digər cütü gəlib 12-ci döş fəqərənizə birləşir. Burada da 4 sümük, daha sonra bir dənə büzdüm sümüyünüz, falanqalarınız 20, toplayanda 25 sümük olmuş olacaq. Sizə soruşsa ki, gövdədə neçə sümük? Bir sümüklə birləşir. Deməli, bir dənə axırıncı büzdüm sümüyünüz, gövdə nə idi? Döş qəfəsi, yəni döş şöbəsi, döş qəfəsi, bir də sizin onurğanız idi də. Yəni bir dənə sizin bu axırıncı büzdüyünüz onurğa sütununda, 4 dənə də bu qabırğanız döş qəfəsində olan 11 və 12-ci cüt qabırğalar, yəni sərbəst qabırğalarınızı götürmüş olacaqsınız. Ümumi 5 dənə olacaq, amma ətraf deyəndə 25.
Mənim ətrafdan izah edəcəklərim bu qədərdir, yəni. Sizin nəsə sualınız, yəni soruşmaq istədiyiniz nəsə varsa soruşa bilərsiniz. Buyurun, kimsə əl qaldırır. Buna atacaqsınız o biri video kimi. Aha, bəli, göndərəcəm. Oldu, çox sağ olun. Buyurun, xoşdur. Bir də məndən kimsə zülal biosintezini izah eləməyimi istəmişdi. İnşallah ki, mən bir gün vaxt ayıracam, onu izah edərəm, Aynur müəllimə də bildirim. Sadəcə mənim biraz indi sağlamlığımda problem var. Ayağımı əslində uzatmalıyam, qaldırmalıyam, yəni. Burxulub, ona görə də şişir sonra. İndi izah eləyə bilməyəcəm, yəni.